Bunları indi mən yeməyəcəm. Sadəcə bura düzməyimin səbəbini deyirəm. Azərbaycanın qeyri-neft ixracı, yəni bilirik ki, Azərbaycan əsasən ölkəyə valyutanın gəlişi neft məhsullarındandır. Amma qeyri-neft ixracı son devalvasiyadan sonra, 2014-cü ildən sonra bu 2024-cü ildə 10 dəfə artıb. Qeyri-neft ixracının da düzdür, başqa sahələri var, turizm falan. Mən bu dəfə kənd təsərrüfatından danışacağım. Eyni zamanda kənddə yaşayanlara, elə Bakıda yaşayanlara da bəlkə ağlına bir ideya gəldi. Yəni ən çox tələb olunan Azərbaycanda bitən məhsullardır bunlar. Düzdür, indən gülürəm, bu zarafatdır. Bunun əvəzinə başqa bir şey var. Sual modu bu 6-cı nədir? 6-cı yerdədir. Birinci yerdə bu pomidordur. 200 milyon dolları keçir, 300'e yaxınlaşır. Bunun ixracı, pomidorun ixracı bu birinci yerdədir. İkinci yerdə bu balaca bilirsiniz nədir? Bunu bəlkə görmüsünüz, bu fındıqdır. Əsasən şimal rayonlarda da bitirdi. Nəysə, ondan danışmıram bu dəfə. Fındığın özü Azərbaycan eyni zamanda dünyada ikinci yerdədir ixraca görə. Birinci yerdə kimdir, onu da tapa bilərsiniz, hasanlıqda cavabı. Nəysə, bu birinci Azərbaycan ixracında birinci yer, ikinci yer, üçüncü yerdə xurmadır. Bu da hələ ki balacadır, indiki yumuşaq deyə düşdə partlayacaq. İndiki bazarda hələ balacadır, indi yavaş-yavaş yekələcək. Bu xurma üçüncü yerdədir. Dördüncü yerdə alma, bu da şimal bölgələrdəndir. Bu da nar. Beşinci yerdədir. Beşinci yerdə. Altıncı yeri bir dənə sual verirəm, yazarsınız. Bunu özüm zarafatça qoymuşum. Bunun əvəzinə nə olmalıdır 6-cı yerdə? Çox sağ olun. Amma bunu da deyim, adətən belə ölkəmizi tərifləyəndə biraz mənfi rəylər gəlir, adama oxumaq xoş olmur. Onu deyim ki, düzdür, 10 dəfə artsa da qeyri-neft ixracımız son devalvasiyadan sonra yenə də azdır da. Yəni əsasən ölkəmiz neftdən asılıdır hal-hazırda. Amma bu tendensiyanın özü yaxşı haldır ki, az da olsa artır.